Quran-ı Kərimdə bir dənə ayə var, Allahın yeri genişdir. Allahın bu boyda geniş yerindən Həzrət deyir ki, sizə bilirsiniz nə qədər çatacaq. Münhərif olursunuz, sonra ömrünüzü hədər yerdə sərf edirsiniz bu iki. Ondan da sonra cəhalət qüruru yaratmışsınız özdə. Bunların hamısı bu dünyanın üstündədir. Bu dünyaya görədir. Gündə 1 milyonla da gəlsin evə, bir dənə bitkə çörək yeyib yatacaq. Varlı da bitkə çörək yeyib yatır, kasıb da bitkə çörək yeyir. Varlı da öləndə 12 metr ağ qismət olsa olur, olmasa heç o da olmur. Kasıb da öləndə elə həmin şey. Hafizin bir də şeiri var. Deyir, hər kira xabigəhi axər zidu moşti xakəst. Hər kimin ki, axır yatan yeri 2 ovuc torpaqdırsa, qu ona gedinən ti hacət ki, bər əflak kəşi eyvanıra. Nə ehtiyac var ki, bu eyvanı, balkonu, villanı uzadırsan əflaka qədər. Madəm sən 2 ovuc torpaqda yatacaqsan. Deyir, 2 nəfər torpaq üstündə savaşırdı. O deyirdi, mənimdir, bu deyirdi, mənimdir. Bir dənə ağsaqqal gəldirlər ki, sən de görək, gəba burada qəzavət elə, hökm çıxart. Bu torpaq, mən deyirəm, buna görə mənimdir. Bu da özünə görə dəlil gətirir, deyir, bu da görür, mənimdir. Bu deyir ki, siz 200 danışırsınız, bu torpaq, burada siz 3 varlıqsınız, üçlüysünüz. Torpaq, sən bir də sən. Sən də dəlillik deyirsən, sən də dəlillik deyirsən. Heç torpaqdan soruşmursan hansınız, bəlkə torpaq dedi. Qoy ələ mən soruşum, qulağın yoraya qoy, qadir deyir ki, bunlar ikisi də yalan danışır. Nə onun deyirəm, nə onun deyirəm, ikisi də mənimdir. Həzrət də deyir ki, bu yerdən sizin istifadə payınız, enindən, uzunundan qeydu qəddihi, boyuz qədərdir. Qeydu qəddi, boyu qədər. Mütəəffirən əla xəddi. Üzü üstə yıxacaqlar siz ora. Bir başqa ibarət də var Əleyhisselamın. Deyir ki, insana xitab eləyərək deyir ki, deyir, ay insan, sən ki bu qədər bu dünyaya görə, bu torpağa görə, bu varlığa görə canfəşanlıq edirsən, özü yorursan, bu yerin axırda sən içərisinə girəcəksən. Birdən Həzrətin öz kəlamının tərcüməsi də deyirəm. Birdən qəbir qazanlar da biraz lapatkanı geniş vırıb, qəbri biraz geniş qassalarda, təzədən səni ora qoyandan sonra qaytarıb elə dolduracaqlar ki, əvvəlkindən də yenə də işıq gələn yeri olmayacaq. Yaxşı, bu sənin də qəbrin. Bu da sənin dünyon, hara gedirsən git.